48-ci rivayətdə Məsruq deyir ki, bir dəfə mən Ayşənin yanına gəldim, o mənə yemək gətirib dedi. Mən hər dəfə doyunca yemək yedikdə məni ağlamaq tutur və mən ağlayıram. Soruşdum, niyə ağlayırsan? Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem nə vəziyyətdə bu dünyadan köçdüyünü yadıma düşür. Allaha and olsun ki, Allah Resulü sallallahu aleyhi ve sellem heç vaxt bir gündə 2 dəfə çörəkdən və ətdən doyunca yeməmişdir. Allah akbar. Yəni, əziz qardaşlar, Allahın ən sevimli, bütün peyğəmbərlərin ağası olan, bəşəriyyətin ən üstünü, yəni gəlib keçmişlərin, indən sonra gələnlərin ən üstün, ən fəzilətlisi Muhammed sallallahu aleyhi ve sellem, Allaha ən sevimli olan heç vaxtı doyunca yemək yeməyirdi. Yesə, yəni ki, o yediyi ümumiyyətcə, yəni o tapdığı da belə kəpəkli arpa olmuşdu, kəpəkli arpa olmuşdu. Onunla belə Peyğəmbər sallallahu aleyhi ve sellem, əziz qardaşlar, yeməyi heç vaxt deyir ki, yeməyi pisləməzdi. Yəni, xoşlamazsa da çəkilərdi. Deməzdi, bu yemək pişdir, bu nədə pişiribsən. Xüsusən də ailədə bəzən olur, insan yemək biraz ötürülmüş olur, duzlu, duzsuz olur, bəzən görsən ki, buna görə belə ər və yaxud da uşaqlar yəni, evdə etiraz eləyirlər, söz çıxardırlar. Yəni, ata belə deyəndən sonra övladlar da belə deyirlər, bu da ki, artıq pis ədəbdir. 149-cu rivayətdə Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəfat edənədək 2 gün dalbadal arpa çörəyindən doyunca yeməmişdir, deyir. Bu hədis də ona dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem çox vaxt yeməyə adi çörək belə tapa bilmirdi. Günlərlə ac qalar, yaxud evində su və xurmadan başqa bir şey olmazdı. Yəni, ən azından, yəni ki, ən axırı, yəni su və xurma olub, əziz qardaşlar. Yəni, insan indi, yəni ki, belə, yəni ki, biraz nəsə olmayan kimi dünya aləmə car çəkir ki, acından öldüm, ay qoyma haray. Yəni ki, amma Peyğəmbər sallallahu aleyhi ve sellem, əziz qardaşlar, doyunca, heç arpa çörəyindən doyunca belə yeməyirdi. 150-ci rivayətdə Ənəs radiyallahu anh demişdir ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəfat edənədək nə masa arxasında yemək yemiş, nə də yumuşaq çörəkdən dadmışdı. Yumuşaq belə çörək, yəni ki, dadmayıbdı. Peyğəmbər sallallahu aleyhi ve sellem yediyi çörək belə bərk, sərt olmuşdu. Yəni, bu yumuşaq çörək kimi insanlar gedirlər şəhərimizin hər yerində, Allah bərəkət versin, təndir çörəyə getsən, deyirsən ki, təzə çıxmış, isti təndir çörək istəyirəm. Deyir ki, 1 saat bundan qabaq çıxıqdır, yaxud da səhər pişirdi. İnsan almırıq. O ki, qaldı dünənki. Görürsən, bəzən insan oturur, gözləyir, 5 dəqiqə, 10 dəqiqə deyir ki, çıxacaqdır, yəni ki, isti çörək yiyim. Birincisi, bu elə o, yəni, o isti yeməyi, isti çörəyi, təzə isti yeməyə belə zərəri var. Bu bir. İkincisi belə, yəni, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt elə yemək yeməkdir. Çörək yeməkdir. Yəni, demirəm şeylər, çörək yemək sünnəyə ziddir, haramdır, olmaz, ədəbsizlikdir. Söhbət gedir ki, neymətə, biz bu qədər neymətə şükür eləyirikmi?